Salam əziz şagirdlər, mən Sara müəllim. Bu gün sizlərə Riyaziyyat 5-ci sinifdən kitabdan səhifə 60-cı səhifədə demək burdakı tapşırıqları izah edəcəm. Uşaqlar, izaha keçməmişdən əvvəl onu qeyd edim ki, əgər dərslərinizdə zəiflik varsa, riyaziyyatı qavramaqda çətinlik çəkirsinizsə, KSG-lərdən zəif nəticə göstərirsinizsə, yaxşı oxuyan uşaqlar siyahısına qatılmaq istəyirsinizsə, baxın, burada mən nömrə qeyd edirəm. Bu nömrə ilə əlaqə saxlayaraq bizim onlayn dərslərimizə qoşula bilərsiniz. Bizim onlayn dərslərimizə qoşulsanız, nəticələriniz də yüksək olacaq. Yəni sinifdə digər oxuyan uşaqlar siyahısında olacaqsınız, riyaziyyatı daha rahat başa düşəsiniz, test işləmə bacarığı formalaşacaq sizdə. Yəni onlayn dərslərimizə qoşularaq daha ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə keçək suallara. Baxın uşaqlar, 5-ci sualdan başlayır səhifə 60. Mümkün ixtisarları edin, sonra fərqi tapın. İndi mən burada nə edirəm? Baxın, 3,9-da 3 çıxaq 2,6-da 2 verib. İndi mən nə edirəm? Əvvəlcə ixtisarlarımı aparıram. Baxın, 9-la 3-ü mən ixtisar eləsəm, 3-ə ixtisar eləyə bilərəm. Həmişə fikir verin ki, əgər kəsrin surəti, baxın, məxrəc surətə bölünürsə, elə surətdəki də ixtisar eləyə bilərəm. Onda aşağıda nə qalır? Baxın, ixtisar elədim 3-ə. 9-u 3-ə bölürəm 3, 3-ü də 3-ə bölürəm. Burada 1 qaldı, sonra 6-da 2-ni. Baxın, uşaqlar, diqqətli olun ki, bax bu hissə, bu tama ixtisar oluna bilməz. İndi 6-da 2-ni ixtisar edirəm. Baxın, görürəm ki, 6 2-yə bölünür. Elə 2-nin özünə ixtisar eləsəm, burada 1 qalacaq. Burada da 6-nı 2-yə bölürəm 3. İndi nə aldım? 3,3-də 1-dən çıxıram 2,3-də 1-i. İndi isə baxın, kəsir hissələr eynidir. Təbii ki, bu kəsir hissələr gedir. Eynidirsə, sadəcə qalır nə? 3 çıxaq 2, burada da olacaq 1. İndi isə baxıram digər suala. 7,16-da 12 çıxaq 3,12-də 6. Aha, indi baxıram. Uşaqlar, burada ixtisar eləyəndə nə edirəm? Siz bunu az-az ixtisar eləyərək də gedə bilərsiniz. Məsələn, baxıram ki, 16 ilə 12 cüt ədəddir, 2 ixtisar olunur. Amma mən baxıram ki, həm 16, həm 12 2-dən böyük hansı ədədə bölünür? Məsələn, 2-dən başqa. 4-ə bölünür, elə deyil. 16 da 4-ə bölünür, 12 də. Ona görə mən bunları 4-ə ixtisar eləyərəm. 4-ə ixtisar eləyəndə, məxrəci bölürəm 4-ə, yəni 16-nı. 16-nı 4-ə bölürəm, yazıram burada, məxrəcdə. 12-ni də 4-ə bölürəm, qalır 3, 3-ü də burada yazıram. İndi 12 ilə 6. Baxıram ki, 12 6-ya bölünür. Düz deyil. Aha, indi mən 12-ni 6-ya bölürəm. Aşağıda qalır 12 6-ya böləndə 2. Məxrəcdə, yəni sürətdə də qalır 1. Bu da olacaq 7,4-də 3 çıxaq 3,2-də 1. Burada da yenə baxın, nə edirəm? İndi qulaq asın, baxın uşaqlar. İndi mən bunları ortaq məxrəcə gətirməliyəm. Bərabər qoyuram, davamını aşağıdan yazıram. Baxın, mən baxıram ki, bax bu 4 var, bax bu 4 bu 2-yə bölünür, elə deyil. Ona görə mən ortaq məxrəci 4 götürsəm, bu tərəfdəki kəsirim olduğu kimi yazılacaq. Olacaq 7,4-də 3 çıxaq. İndi mən bu tərəfi elə eləməliyəm ki, məxrəc 4 olsun. Məxrəc 4 olmaq üçün mən 2-ni neçəyə vura bilərəm? Mən 2-ni 2-yə vura bilərəm. Elə deyil. Baxın, buranı 2-yə vursam, riyaziyyatda, baxın, belə bir qayda var ki, kəsirin məxrəcini hansı ədədə vurmuşamsa, mütləq surətini də həmin ədədə vurmalıyam. Ona görə mən mütləq 1-i də 2-yə vurmalıyam. Onda olacaq, bax, 3 tamla işim yoxdur. 3 olduğu kimi yazıram. 3 tam olacaq 4-də 2. İndi isə baxın, bu tərəfin əvvəlcə tam hissələri çıxıram. 7-dən çıxıram 3, eləyir 4. Məxrəc olduğu kimi qalır. Surətləri bir-birindən çıxıram. Yəni 3-dən çıxıram 2-ni. Bu da olacaq 4,4-də 1. İndi isə baxıram digər suala. 2,24-də 9 çıxaq
20-də 5. İndi burada nə edirəm? Əvvəlcə ixtisarlarımı aparıram. 24 ilə 9 hansı ədədə bölünür? Hər ikisi. Hər ikisi bölünür 3-ə. 3-ə ixtisar aparsam, 24-ü bölürəm 3-ə, qalır 8. 9-u bölürəm 3-ə, burada da olacaq 3. İndi 20 ilə 5. Baxıram ki, 25-ə bölünür. Ona görə 20-ni 5-ə bölürəm, qalır 4. Burada 4 yazıram. 5-i də 5-ə böləndə 1 qalır. İndi burada nə olacaq? 2 tam 8-də 3 çıxaq 4-də 1 bərabərdir. İndi baxın uşaqlar, yenə də ortaq məxrəcə gətirməliyəm. Baxıram ki, 8 4-ə bölünür. Ona görə bu kəsr olduğu kimi yazıram. 2 tam 8-də 3 çıxaq. İndi mən 4-də 1 elə eləməliyəm ki, məxrəci 8 olsun. Mən 4-ü 2-yə vursam 8 eləyər. Elə deyil, onda yazıram 8-də. Mən 4-ü 2-yə vurdumsa mütləq baxın, bu 1-i də 2-yə vurmalıyam. 1-i də 2-yə vuranda olacaq ki, burada olacaq neçə? 2 tam 8-də, bax tamı yazdım. Bu tərəfdə tam yoxdur. 3-dən də çıxıram 2-ni. Bu da olacaq 1. Oldu 2 tam 8-də 1. İndi baxıram digər suala. 5 tam 28-də 14 çıxaq. 3 tam 6-da 3. Baxın, burada nə edirəm? İxtisarlarımı eləyirəm. Baxıram ki, 28 14-ə bölünür. Elə deyil, bölürəm. 28 14-ə böləndə burada qalır 2. Burada yazıram 1. 6 ilə 3. 6 3-ə bölündüyünə görə 6-nı 3-ə böləndə 2. Bu 3-də 1 olur. İndi isə nə edirəm? Gəlin yazaq. Baxın, bu tərəfdə nə qalmışdı? 5 tam 2-də 1 çıxaq. 3 tam 2-də 1. Baxıram ki, kəsir hissələr eynidir. Deməli, bu kəsir hissələr gedir. Sadəcə 5-dən 3 çıxıram. 5-dən də 3 çıxanda qalacaq 2. Baxıram digər suala. 4 tam 18-də 9 çıxaq. 2 tam 16-da 4. Baxıram. 18 9-a bölünür. Burada qalacaq 1. 18 də 9-a böləcəm 2. 16 da 4-ə bölünür. Elə deyil. Ona görə 4-ün özünə ixtisar edirəm. 4-ü 4-ə bölürəm 1. 16-nı 4-ə bölürəm 4. Burada qalacaq 4 tam 2-də 1 çıxaq. 2 tam 4-də 1. İndi nə edirəm? Baxın, baxıram ki, ortaq məxrəcə gətirməliyəm. Mən baxıram ki, 4 2-yə bölünür. Ona görə mən nə edirəm? 2-ni də eləməliyəm ki, məxrəci 4 olsun. Ona görə baxın, bu tamdan işim yoxdur. Mən 2-ni neçəyə vursam 4 eləyər. Təbii ki, 2-yə. Ona görə mütləq surəti də mən 2-yə vurmalıyam. Buranı da, buranı da. Baxın, onda olacaq 4 tam 4-də 2 çıxaq. 2 tam 4-də 1 bərabərdir. Baxın, tam hissələri çıxıram. 4-dən çıxıram 2-ni. Qalır ki, məxrəclər eynidir. Olduğu kimi saxlayıram. 2-dən də çıxıram 1. Bu da olacaq 1. Elədi 2 tam 4-də 1. Aha, indi baxıram növbəti suala. 2 tam 10-da 6 çıxaq. 1 tam 5-də 6. 15-də 6. Aha, indi nə edirəm? İxtisarlarımı aparıram. 6 ilə 10 hansı ədədə bölünür? Hər ikisi. 2-yə bölünür, elə deyil. Çünki hər ikisi cüt ədəddir. 10-u 2-yə bölürəm, 5 edir. 5-i yazıram bura. 6-nı da bölürəm 2-yə, 3 edir. 3-ü də burada. Yəni, mən bunu uşaqlar bu cür üstündən xət çəkib belə yazmaya da bilərsiniz. Sadəcə mən izah eləmək üçün yazıram. Siz birbaşa elə bərabər qoyub 2 tam 5-də 3 yaza bilərsiniz. Çıxaq. İndi tamlı olduğu kimi saxlayıram. 15 ilə 6-nı ixtisar edirəm. 15 ilə 6 hansı ədədə bölünür? 15 6-ya bölünmür. Amma hər ikisi 3-ə bölünür. Ona görə 15-i 3-ə bölürəm. Burada 5, 6-nı 3-ə bölürəm. Burada da olur 2. 1 tamı yazıram, yazıram. 5-də 2. Baxın, mən burada görürəm ki, məxrəclər eynidir. Olduğu kimi köçürürəm. Yazacağım ki, 2 tam. Aha, yox, 2-dən çıxıram 1. Baxın, əvvəlcə tam hissələrini çıxıram. 2-dən 1 çıxıram. Olur 1 tam 5. Məxrəclər eyni olduğuna görə 5 olduğu kimi yazıram. Surətdə də 3-dən çıxıram 2-ni. Bu da olacaq 1 tam 5-də 1. Aha, baxıram digər suala. 4 tam 20-də 10. Çıxaq. 3 tam 35-də 7. Baxın uşaqlar.
İndi mən baxıram, ixtisar edirəm. 20 10-a bölünür. 20-ni 10-a bölürəm. Burada 2, 10-u 10-a bölürəm 1. 35 də 7-yə bölünür. 35-i 7-yə böləndə 5 qalır. 7-ni də 7-yə böləndə 1 qalır. Tam hissələri çıxıram. 4 əvvəlcə gəlin köçürək. Yazıram 4-dan. Bu tərəfdə oldu 2-də 1. Çıxaq 3-dan 5-də 1 bərabərdir. İndi baxın uşaqlar, mən baxıram ki, məxrəclər fərqlidir. 5 2-yə bölünmür, nə də 2 5-ə bölünmür. İndi mən bunlara ortaq məxrəc tapmalıyam. Mən elə bir ədəd yazmalıyam ki, həmin ədəd həm 5-ə bölünsün, həm də 2-yə bölünsün. Mən onda nə edirəm? 10 ola bilər, elə deyil. Çünki 10 həm 2-yə bölünür, həm də 5-ə bölünür. İndi bu kəsrin məxrəcinin 10 olması üçün mən nə edə bilərəm? 5-ə vurmalıyam, elə deyil məxrəci. 5-ə vursam bu 10 olar. Gəlin bunu fərqləyirək. 2-dən yazaq. Bax 5-ə vura bilərəm. Mən biri də, bax sürəti 5-ə vurdumsa mütləq, məxrəci 5-ə vuranda mütləq sürət də 5-ə vurulmalıdır. Bu tərəf 10 olması üçün neçəyə vuraram? Təbii ki, 2-yə vuraram. 5-i 2-yə vurdumsa mütləq 1-i də 2-yə vurmalıyam. Məsələn, mən 5-i 2-yə vurub 1 olduğu kimi saxlaya bilmərəm. O çox səhv ola bilər. İndi isə yazıram aldığımı. 4 tam 2-ni 5-ə vururam 10, 1-i də 5-ə vururam 5, çıxaq 3 tam, yenə 5-i 2-yə vuranda 10-da, yuxarıda da 1-i 2-yə vururam 2. İndi mən bunu rahat hesablaya bilərəm. Məxrəclər eyni oldu. Nə edirəm? Tam hissələrinə baxıram. 4-dən çıxıram 3 eləyir 1 tam 10. Hər ikisinin məxrəci 10-dur, yazıram 10-da. 5-dən də 2 çıxıram, olacaq baxın. Burada da 5-dən 2 çıxıram, olacaq 3. Bu da oldu 1 tam 10-da 3. Aha, baxıram digər suala. 3 tam. Aha, indi bu 6-cı sualda artıq. Bu sualımız qutardı 5-ci sualın misalları. Keçirəm 6-cı suala. 6-cı misala. Baxın uşaqlar. Hesablayın və müqayisə edin. İndi mən əvvəlcə hesablayacağım, sonra müqayisə edəcəm. Baxın, nə edirəm? 3 tam 4-də 3-dən çıxıb 2-də 1-i. Əvvəlcə mən bu tərəfi hesablayayım. Baxın, 4-də 3, 2-də 1. Mən nə etməliyəm? Birinci addım, məxrəcləri bərabərləşdirməliyəm. İndi bu tərəfdə mən baxıram ki, 4 2-yə bölünür, elə deyil. Ona görə 4-də 3-ü olduğu kimi yazıram. 2-ni 4-ə gətirməliyəm. Həmişə kiçik olanı böyük olana gətirməliyik. 2-ni 4-ə gətirmək üçün neçəyə vura bilərəm? 2-yə vura bilərəm elə. 2-ni mən 2-yə vursam, avtomatik 1 də 2-yə vurulacaq. Onda olacaq neçə? 4-də 2 bərabərdir. İndi baxın, məxrəclər bərabərləşdi. 3 olduğu kimi qalır. 3 tam 4 olduğu kimi saxlayıram. Sürətləri çıxıram. Burada da olacaq 3 tam 4-də 1. İndi mənə bunu verib, baxın. 1 də verib ki, 3 tam 3-də 2. Deyir 3 tam 4-də 1 ilə 3 tam 3-də 2-ni müqayisə edin. Baxın. İndi mən nə edirəm? 3 tam 4-də 1 və 3 tam 3-də 2. Baxın uşaqlar, burada nə edirik? Baxıram ki, tam hissələr bərabərdir. Tam hissələr bərabərdirsə, baxıram kəsir hissəyə. 4-də 1 ilə 3-də 2-ni mən necə müqayisə edə bilərəm? Bunu müqayisə eləmək üçün yenə, uşaqlar, ortaq bunların məxrəci eyni olsa, mən bunu hesablaya bilərdim də. Elə deyil, rahat müqayisə edə bilərdim. Amma məxrəclər fərqlidir. Məxrəclər fərqli olduğuna görə mən elə eləməliyəm ki, bunların məxrəci eyni olsun ki, mən bunları rahat müqayisə edə bilim. Bunların hər ikisinin bölündüyü ədədi tapıram. Məsələn, 12. 12 həm 4-ə bölünür, həm 3-ə bölünür. İndi mən burada 3 tam 4-də 1-i məxrəci 12 olması üçün mən neçəyə vurmalıyam? 3-ə vurmalıyam elə. 4-ü 3-ə vuranda 12 eləyir. Avtomatik mən sürəti də 3-ə vuracam. Bu olacaq neçə? 3 tam 12-də 3. Bu birisi tərəf nə olacaq? Məxrəcin 12 olması üçün 4-ə vurmalıyam. Məxrəci 4-ə vurdumsa mütləq sürət də 4-ə vurulmalıdır. Olacaq 3 tam 12-də 8. Aha, 12-də 3 böyükdür, yoxsa 12-də 8? Əlbəttə ki, 12-də 8. Ona görə, baxın, 12-də 8 də 3 tam 3-də 2-yə uyğun gəlirdi. Elə deyil, ona görə 3 tam 3-də 2 böyük olacaq 3 tam 4-də 1-dən. Aha, baxıram digərinə. İndi verib 1 tam 3-də 2.
Bunu verib. İndi isə mənə verib ki, 2 tam 5'də 2 çıxaq 1 tam 3'də 1'i. Baxın bu 1 tam 3'də 2 ilə müqayisə edin. Əvvəlcə hesablayıram. Mən baxıram ki, bu 5'də 5'dir. Bunun da məxrəci 3'dür. Mən bunları ortaq məxrəcə gətirməliyəm. Ortaq məxrəc 15'i götürürəm. Nəyə görə? Çünki 15 həm 5'ə bölünür, həm 3'ə bölünür. Yazıram 2 tam. Baxın, bura 15 olması üçün nə olmalıdır? Bura vurulmalıdır 3'ə. Elə deyil, olacaq 15'də. Məxrəc 3'ə vurdumsa, surəti də vururam 3'ə. 6, çıxaq 1 tam. Burada məxrəc 15 olması üçün 3'ü 5'ə vurmalıyam. O zaman 1'i də 5'ə vuracağım. Bu da olacaq 15'də, 1'i 5'ə vuranda edir 5. İndi mən bunu rahat müqayisə edə bilərəm. Burada nə olacaq? Tam hissələr çıxır, olur 1 tam. 15'də 6'dan da baxın çıxıram 5'i. Bu da olacaq 1 tam 15'də 1. İndi mən nə tapdım? 1 tam 3'də 2, digəri də oldu 1 tam 15'də 1. İndi mən bunları müqayisə eləməliyəm. Müqayisə eləmək üçün uşaqlar nə edirəm? Ortaq məxrəcə gətirməliyəm. Mən 1 tam 3'də 2'ni ortaq məxrəc olaraq 15'ə gətirməliyəm. 3'ü neçəyə vursam 15 eləyər? 5'ə vursam 15 eləyər. Mən 3'ü 5'ə vurdumsa, mütləq 2'ni də 5'ə vurmalıyam. Bu olacaq 1 tam 15'də 10. İndi baxın, 1 tam 15'də 10 böyük olar, yoxsa 1 tam 15'də 1? Təbii ki, 15'də 10 daha böyük olacaq. Aha, baxıram digər suala. 7 tam 4'də 3'dən çıxıram 3 tam 7'də 5'i. İndi mən bununla digər ifadəni müqayisə eləməliyəm. Gəl əvvəlcə bu tərəfi hesablayaq, daha sonra digər tərəfi hesablayacağıq. Əvvəlcə birinci hissəni hesablayıram. Baxıram ki, burada 4'dür, burada da 7'dir. 4 ilə 7'nin bölündüyü ədədi tapmalıyam. Mən 28 eləyə bilərəm. Elə deyil. Mən baxın, bura 28 olması üçün 4'ü vuracağam. 7'yə, avtomatik 3 də 7'yə vurulacaq. İndi bura olacaq 4 tam 28'də 21, 3'ü 7'yə vurdum, yazdım 21. Çıxaq. İndi 3'ü olduğu kimi saxlayıram. 7'ni neçəyə vursam 28 eləyər? 4'ə vursam. Ona görə mən 5'i də 4'ə vurmalıyam. Çünki bu bizim qaydamızdır. Məxrəcdə yazacağım 7 dəfə 4, 28. Surətdə də yazacağım 5 dəfə 4, 20. İndi rahat çıxa bilərəm. Tam hissələri çıxıram 7'dən 3. Burada qalır 4. Məxrəclər eynidir. 28 olduğu kimi yazıram. Surətdə də 21'dən çıxıram 20'ni, olacaq 4 tam 28'də 1. Bu tərəfi tapdım. İndi keçirəm digər tərəfə. Baxın, buranı saxlayıram. Bu mənim birinci tərəfim. İndi ikinci tərəfə baxıram. 1 tam 5'də 3-lə üstə gələk. 2 tam 5'də 2. Baxın uşaqlar, məxrəclər eynidir. Artıq mən bunları olduğu kimi yaza bilərəm. 1'in üstünə gəlirəm 2. Tam hissələrini toplayıram. Olacaq 3 tam 5'də. Surətləri də toplayıram. 2 üstə gəl. 3 üstə gəl 2. Bu da olacaq 3 tam 5'də 5. Baxın uşaqlar, bu tip misallarda yadınızda saxlayın. Surətlə məxrəc eynidirsə, bax bu surətlə məxrəci ilə tamın üzərinə gəlirəm. Baxın, olacaq 1'in 3'ün üstünə sadəcə 1 gəlirəm. Həmişə bax, məxrəclə surət eyni olanda 1 kimi qəbul edib tamın üzərinə gəlirsiniz. Bu da olacaq 4. İndi mən bir tərəfi tapdım. 4 tam 28'də 1. Birinci tərəfi tapdım. 4 tam 28'də 1. İkinci tərəfi də tapdım 4. Həmişə yadınızda saxlayın. Tam olan, bax bu sadəcə tamdır, elə kəsir hissəsi yoxdur. Bu həmişə digər tərəfin, əgər tam hissələr bərabərdirsə, kiçik olur. Görürsüz, bu 4 tam nə qədərdir də? Deməli 4 tamdan çoxdur. Ona görə bu tərəf böyük olacaq. İndi baxıram digər suala. Baxın, 3 üstə gələk. 1 tam 8'də 5, çıxaq 3'də 1 ilə digər tərəfi müqayisə eləməliyim. İndi əvvəlcə bu tərəfi hesablayıram. İndi bunu necə hesablaya bilərəm? Tam hissələr toplanacaq təbii ki.
3'ün üzərinə gələcəm 1,8-də 5 bu olacaq 4,8-də 5 çıxaq 3-də 1. İndi mən elə ədəd götürməliyəm ki, məxrəcində həm 8-ə, həm 3-ə bölünsün. 24 ola bilər. Elə deyil. 24 olması üçün 8-i 3-ə vurmalıyam. 3-ü də vurmalıyam 8-ə. Avtomatik 3 8-ə vurulubsa, surətdə 8-ə vurulur. Burada da 8 3-ə vurulubsa, 5 də 3-ə vurulacaq. Baxın, birinci tərəf, baxın, bura olacaq 4,8 3-ə vuranda 24, 5 3-ə vuranda 15. Bu tərəfdə olacaq 24-də 8. Bunlar da çıxanda tam hissə qalır. 24-də 15-də 8 çıxıram. Qalacaq 7. İndi bu tərəfdə nə var uşaqlar? 4 çıxaq 5-də 1. 4-dən 5-də 1-i mən necə çıxaram uşaqlar? Baxın, 4-dən 1 neçəni 5, 4-də uşaqlar, baxın, mən elə eləməliyəm ki, məxrəc 5 olsun da, 4-ü elə yazmalıyam ki, indi mən, çünki bura 5-dir də, mən ortaq məxrəcə gətirəcəm onsuz da. Baxın, mən bura yazıram 5 məxrəcə. Burada 4-dür. Hansı ədədi 5-ə böləndə 4 qalır? 20-ni elə yazıram, 5-də 20 çıxaq, 5-də 1. Bu da olacaq nə? 5-də 19. İndi mən bunu tama çevirməliyəm. Tama çevirəndə nə olur uşaqlar? 19-u 5-ə bölürəm. Tama gətirmək üçün, çünki mən bilirəm ki, 19-un içində 5 var. Görürsünüz, düzgün olmayan kəsirdir. 19-u böləcəm. Baxın, qol çubuqlu bölməklə 5-ə. 19-un içində neçə dənə 5 var? Məsələn, 4 dənə olmaz. Çünki 4 dənə 5 20 eləyir. 3 dənədir. 3 dənə 5-im eləyəcək 15. 19-dan da 15 çıxanda qalır 4. İndi mən nə edirəm? Baxın, bax, tamı yazıram bura. 3 tam, bax, burada alınan ədədi. Böldüyüm ədədi məxrəcə yazıram. Alınan qalığı da yazıram surətə. İndi mən bunları müqayisə eləməliyəm. Birinci tərəfi aldım 4,24-də 7. İkinci tərəfi də aldım 3,5-də 4. Mən baxıram birinci tam hissələrinə. Tam hissələr 4 3-dən böyük olduğuna görə mən kəsir hissəyə artıq baxmıram. Elə avtomatik bu 4,27-də 24-də 7 böyük olacaq 3,5-də 4-də. Uşaqlar, keçirəm digər misala, 7 nömrəli misala. Baxın, burada bizim bir qaydamız var. Bax, adi kəsirdən, qarışıq kəsirdən adi kəsir çıxanda biz bayaq baxdıq ki, kəsir hissələr azalanın kəsir hissəsi çıxılanın kəsir hissəsindən böyükdür. Onda rahat çıxırdım. İndi baxın, gəlin misal üzərində izah edim. 4,5-də 1-dən mən çıxıram 5-də 2-ni. Məsələn, uşaqlar, mən 4 tam olduğu kimi saxlasam, 1-dən 2 çıxa bilmərəm. Mən 1-dən 2 çıxa bilməyəcəyimə görə 4-dən bir dənə tam ayırıram. Yazıram, baxın uşaqlar. Bu olacaq 3 tam. 5-də, indi mən ayırdığım o 1 tamı necə yazıram? Həmin o 1-i vururam 5-ə, üstünə gəlirəm 1. Və yaxud da belə eləyə bilərsiniz. Tamı bir vahid azaldırsınız. Məsələn, 4-düsə 3 eləyirsiniz, 5-düsə 4 eləyirsiniz, 10-dusa 9 eləyirsiniz. Surətdə də məxrəclə surəti toplayıb surətdə yazırsınız. Yazarsınız 5-in üstünə 1 gələcəm, olacaq 6. Baxın, 3,5-də 6 çıxaq 5-də 2. Görürsünüz uşaqlar, amma artıq 6-dan mən 2 çıxa bilərəm. Bərabərdir, 3 tamı saxlayıram, məxrəclər eynidir qalır. 6-dan da çıxıram 2, olacaq 3 tam 5-də 4. İndi baxıram digər suala. 2 tam 4-də 1 çıxaq 1 tam 2-də 1. Mən birinci nə edirəm? Məxrəcləri bərabərləşdirirəm. 4 2-yə böldüyünə görə olduğu kimi saxlayıram. Bu tərəfi çıxaq. Bu tərəfin məxrəci 4 olması üçün vurmalıyam 2-yə. Məxrəci də surəti də 2-yə vururam. Burada olacaq 1 tam 4-də 2. Baxın uşaqlar, yenə eyni qaydada. Görürsünüz, baxın, bu 1-dən bu 2-ni çıxmaq olmur. Elə deyil. Məxrəclər də baxıram ki, eynidir.
2-ni bir vahid azaldıram. 2 tam idi. İndi yazıram 1 tam. 4-ü saxlayıram. 4-ün üzərinə 1 gəlirəm. Sürətdə yazıram. 4-də 5 çıxaq 1 tam. 4-də 2. Baxın tamlar. Tamlar eynidir. Bu tamlar gedir. Qalır 4-də 5 çıxaq 2. Burada da qalacaq 4-də 3. İndi isə baxıram digər suala. 4 tam 7-də 2-dən çıxıram 2 tam 9-da 5-i. Aha, bunu 2 tam 9-da 5. İndi baxın uşaqlar nə edirəm? Əvvəlcə məxrəcləri bərabərləşdirməliyəm. Olacaq 4 tam 7-də. Məxrəclər bərabərləşmək üçün elə bir ədəd seçməliyəm ki, həm 9-a, həm 7-yə bölünsün. Məsələn, mən 63-ü götürə bilərəm. 7-ni neçəyə vursam 63 eləyər 9-a. Ona görə 2-ni də 9-a vururam. 9-u neçəyə vursam 63 eləyər 7-yə. Ona görə 5-i də 7-yə vurmalıyam. İndi 7 dəfə 9 63, 2 dəfə 9 18, çıxaq 2 tam 9 dəfə 7 yenə 63, 5 dəfə də 7 35. Baxın uşaqlar, yenə görürəm 18 35-dən kiçikdir. 18-dən 35 çıxmaq olmur. Ona görə nə edirəm? Yazıram 4-ü bir vahid azaldıram. Yazıram 3 tam 63-də 63-ün üstünə gələcəm 18. Olacaq 63-də 81 çıxaq 2 tam 63-də 35.